Dəyərli izləyicilərimiz, sizlərə çox gözəl, dosta qardaşa qismət olması sözün əsl mənasında möhtəşəm bir həyət evimizi təqdim edirəm. Təqdim etdiyim həyət evi 3 sot torpaq sahəsində inşa edilib, 2 mərtəbəli, 4 otaqlı, kubçalı həyət evidir. Çox gözəl xarici görünüşü var. Həyətyanı sahəsi çox idealdır. Satışda hal-hazırda belə ev tapmaq çox çətindir. Evin tikilişində və təmirində başlanğıcından sonuna kimi istifadə olunan materiallar keyfiyyətli materiallardır. Qoşadaşla inşa edilib, mərtəbə arası monolit beton və mərtəbə sonunda kəmər atılıb, fundamental tikilişə malikdir. Evlər arasında məsafə qorunub və yerləşmə yeri çox ideal, çox əla bir yer. Bakı-Sumqayıt yoluna yaxın, ətraf villalarla əhatə olunan mükəmməl bir ərazidə. Artıq baxın, sağdakı evimiz satılıb, yəni daxilində İş gedə-gedə bu evlərimizdən biri satıldı. Ünvanı qeyd edirəm, diqqətlə qulaq asın. Ünvan Masazır qəsəbəsində, Abşeron Mərkəzi Xəstəxanasının arxasında, Əryadla üzbəüz. İndi Bakı-Sumqayıt yoluna çox yaxın, hündür yerdə villalarla əhatə olunan quru, hündür, yolu asfalt olan bir ərazidə. Həyətin sağ-sol hissəsində gördüyünüz kimi çox gözəl yaşıllandırma hissəsi ayrılıb. Yəni belə həyətlə ev tapmaq çox çətindir. Mini villadır. Sadəcə bu həyətin bircə basen hissi çatışmır. Baxın, həyətyanı sahəsinin gözəlliyinə baxın. Sağ-sol hissədə gözəl, həmişə yaşıl ağaclardan, dekorativ gülləri, ağacları əkilib. Evlər arasında məsafəsi var. Evin yanında hardasa 2-3 metr məsafəsi, arxasında yeri var. Yüksək keyfiyyətlə inşa olunub. Sözün əsl mənasında çox gözəl evdir. Elə qiyməti də əvvəlcədən, vaxt itirmədən qeyd edim ki, çünki elə bir qiymətə satışa çıxarılıb ki, yəni belə ev çox çətindir bu qiymətə tapmaq. Həm yeri yaxşı olsun, həm həyətyanı sahəsi geniş, tikiliş və təmirdə göz qabağında evin necə tikilməyinin fotosu, videosu hamısı saxlanılıb, yəni hansı materiallardan istifadə olunub, həyətində besetkasına kimi var. Qiymət 148 min manat start qiymətdir. Real alıcılarla qiymətdə evə baxış zamanı razılaşmaq mümkündür. Evə daxil olduqda belə bir gözəl dəhliz sahəsi və bunu da qeyd edim ki, istifadə olunan təmir materialları çox gözəl seçilib, bir-birini tamamlayır, müsbət auralı, yorucu, sıxıcı bir ev deyil. Bax, aboyudur, laminatıdır, qapısıdır, hamısı çox gözəl seçilib. Tavanda sportda gizli işıqlar yığılıb, kombi xətti çəkilib. Baxın, həyətyanı sahəsini bir daha da göstərim sizə. Həqiqətən çox gözəl bir həyətyanı sahəsi var. İnşallah gəlib baxarsınız bu evə. Yəni həyətində ayrıca bir huzur var. Türklər demişlər, huzur var. Çox gözəl bir həyət evdir. Həm bağ evi kimi, həm həyət evi kimi alıb yaşaya biləcəyiniz çox gözəl bir mülkdür. Baxın, hər mərtəbənin ayrı-ayrı işıq sistemi çəkilib, yüksək səviyyədə. Mətbəxi genişdir, mətbəx arası qafer, mətbəx mebeli yığılan isə betonlanıb. Eyni qaydada kondisioner xəttinə kimi atılıb. Çox düşünülmüş proyekt əsasında inşa olunan gözəl bir evdir. Baxın, pilləkənin altı da boşdur. Burada şkaf üçün yeri var. Sanitar qovşağı, razılıq əsasında ev sahibi aksesuarı da quraşdırıla bilər. Çox gözəl evdir. Yəni 148 min manata belə ev, bu kriterlərdə ev tapmaq çox çətindir. Həm yeri yaxşı olsun, həm həyətyanı sahəsi geniş olsun. Bir sözlə, yəni əsl həyət evidir. O axtarır sizi, həyəti böyük olsun, bağı, bağçası, yeri yaxşı olsun, təmiri gözəl olsun, aurası gözəl olsun. Baxın, bu ev həmin o evlərdən biridir. Və tez satılacaq, hörmətli izləyicilərimiz. Tələsin, belə evlər satışda çox az hallarda olur və çox da tez satılır. Çox gözəl evdir. Mən bəyəndim. Əminəm ki, bizim izləyicilərimiz də bəyənəcək. Burada sanuzeldir. Və bu evin böyük variantı da vardır ki, 6 otaqlı. O evə də istəsəz gəlib baxış keçirə bilərsiniz. Bunu da qeyd edim. Hörmətli izləyicilərimiz, kanalımıza abunə olub, videolarımızı bəyənməyi, izləməyi unutmayın. Sağ olun.